O gün atanla bura gelmişdiniz? Hə. Siz kimisi axtarırsınız? Bu ne garip evdi? Mesele burasındadır ki, bu evin sahibi düz kapısının ağzında öz sevgilisinin şerefine ağac ekmişti. Ama haçansa kimse o ağacı kesmişti. O vaxtdan bu ev çok tenha görünürdü. Tenhalığa son koymak için burada yeniden ağac ekmək lazımıydı. Ve onu bir cüt aşık etmeliydi. Bəs kimdir belə? Bu ağacı ərkən o bir cüt aşık. Salam. Murat sizsiz? Ha. Buyurun, geçin. Siz benim adımı hardan bilirsiniz? Rəna zəng elədi. Rəna? Dedi ki, anasının gözlədiyi o cavan oğlan gələcək. Bu Rənanın şəkli. Yox, o Rənanın anasıdır. Rəna anasına çox oxşayır, elə deyilmi? O qəribə ev söküləndə siz də oradaydınız. Ay canım, nə qəribə ev, əyləşin. Bütün bunlar Rənanın uydurmalarıdır. Rəna 4 yaşında anasını itirib. Heç atasının üzünü də görməyib. Onu mən böyütmüşəm. Rəna da anası kimi çox kövrəkdir. Hər şeyi ürəyinə götürür. İndi də ağılına salıb ki, güya xərçəq xəstəliyi var onda.